آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi't tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. 6-cı Səllar Əd-Deyləmi. Bəhsimiz buradaydı ki, Şiə məzhəbində üsul fiqhin yaranma tarixi və inkişafı. Dedik ki, 3 mərhələ keçibdir. Nüşu mərhələsi, izdihar mərhələsi və kamilləşmə mərhələsi. Nüşu mərhələsində bəzi alimlərdən danışdıq, gəldik çatdıq Səllar Əd-Deyləmi Ridvanullahi aleyh, zahirən Şeyx Müfidin tələbələrindəndir. Huvə Səllar ibn Abdüləziz Əd-Deyləmi. Yu'arrifu'l allame bi qavli şeyhunel muqaddem fil fiqhi vel edebi ve gayrihima. Allame deyir ki, alimlərimizin içində, qədim alimlərimizin içində fiqh və ədəbiyyat sahəsində, qrammatika sahəsində çox nəhənglərdən idi. Kânə thiqatan vechən, mötəbər kişi idi, vəcih idi, yəni şiəni o təmsil edən adamlardan idi. Əlləfə ət-təqrib fi usulil fiqh. Kitabın adı usul fiqhdə ət-təqrib imiş. Ət-təqrib fi usul fiqhdə kitab yazıb. Zəkərəhu fi zəriyə. Ağa Bozorg Tehranda Zəriyədə zikr eləyibdir. 7-ci Şeyx Tusi Ridvanullahi aleyh. Huvə Muhammed ibn Həsən el-Ma'ruf bi Şeyx Tusi. Həmən ki, qəbri Əli əleyhissalamın məzarı şərifindən təxminən bir 50 metr aralıda Şeyx Tusi məscidinin cami Şeyx Tusinin içindədir və demək olar ki, hal-hazır ki, müasir hal-hazırda davam edən Nəcəf hövzəsinin əsasını Şeyx Tusi qoyub. Yəni ondan qabaq da sanki burada Kufədə demək olar ki, dərslər olub, amma bir hövzə kimi formalaşdırmaq demək olar ki, onun bərəkətindəndir. Bağdaddan köçdü, gəldi Nəcəfə və yavaş-yavaş tələbələr yığıldı başına və bu Nəcəf hövzəsinin əsası demək olar ki, qoyuldu. Yəqulu anhun Nəcaşi Əbu Cəfər cəlilun min əshabina thiqatun aynun. Nəcaşi deyir ki, bizim əshabımızın, şiələrin cəlil-u qədrindən yuxarı səviyyəli insanlardandır, siqədir, eyindir. Min təlamizəti şeyxinə Əbi Abdillahil Mufid. Tələbə yoldaşıdırlardı. Şeyx Tusi ilə Şeyx Nəcaşi tələbə yoldaşıdırlar. Hər ikisi Şeyx Müfidin tələbələrindəndir. Və addə min kutubihi kitabə Əl-İddə fi usulil fiqh. Əl-Uddə olar. Elə biləm altına nöqtə qoyub səhv də elə biləm. Əl-Uddə fi usulil fiqh. Xülasə şeyxin də kitabının adı Uddə kitabıdır. Usul fiqhdə Uddə kitabı. Və qəd tubiyə qeyru mərrə. Bu kitab dəfələrlə təkrar çapları olundu və huvə kitabun mufassalun məbsutun yəhtəvi aləl-ara l-usuliyyəl mətruhə fi əsrihi. Şeyx Tusi bu kitabında öz zamanında ortaya qoyulan nəzərləri bəhs eləyibdir, niqaş eləyibdir. Əd-dəvrü thəlis dəvrül izdihar. İzdihar və inkişaf etmə dövrü. Bədə həzəd dəvr munzu əvaxiril qarni sadis. İlki bu inkişaf dövrü 6-cı əsrin axırlarından ilə əvasitil qarni thəmin 8-ci əsrin ortalarına qədər davam eləyibdir. Və qəd sənnəfə əshabına kütübən xassə fi usulil fiqh tu'ribənil incazatil daxmə. Həmən bu müddətdə alimlərimiz deyir, usul fiqhdə çoxlu kitablar yazıblar. Bizim üçün bəyan eləyir ki, çoxlu xidmətlər və faydalar veriblər usul fiqh sahəsində. Vəl mənzilə raqiyəlləti bələğə ilmul usul min xilali dirasəti məsaili bi ishab və diqqətin və imanin əksər. Hansı ki, o dövrdə usul alimlərinin araşdırmaları daha dərindən, daha geniş şəkildə, daha diqqətli olubdur. Və minəl musannifin fi hazəl həql. Həmən o dövrdə, həmən zamanlarda usul fiqhdə kitab yazanlar. İstəyirik ki, bunları təkrar deməklə əvvəldən də qeyd elədik, son dövrdə ki, əxbarilər ittiham eləyirlər ki, məsələn, Şeyx Tusi məzhəbi xarab elədi, ondan sonra usul fiqhin əsasını qoydu. Yaxşı, tarix boyu o demək deyil ki, hamı Şeyx Tusiyə tabi idilər. Mümkün heç başqa məmləkətlərdən olan insanlar, Şeyx Tusinin tələbəsi deyil, onun bir bağlılığı yoxdur. Usul fiqhi bir elm kimi inkişaf elətdiriblər. Nəysə, İbn-i Zöhrəl-Hilli Ridvanullahi aleyh aralıdır, Hələblidir. Əl-Hələbi İbn-i Zöhrə
üzrəm Hilli deyirəm, Hələbi. İbn Zöhrə Əl-Hələbi. Rıdvanullahi aleyh. İbn Zöhrə Hələbi Allah Vəhabiləri məhv eləsin, inşallah təzədən yenə yollar açılsın. Qəbri İmam Hüseyn əleyhissalamın ki başı qoyulan yer var Hələbdə. Həzrətin başın ki Şama aparan o daşın üstə qoyurlar və daşın üstə Həzrətin qanı töküldü. Rahibin deyri də. Həmən yerdə rahib ki möcüzələr gördü, səmadan nurlar gəldi. Həmən o hadisə ki vardı. Orada bir böyük dənə ziyarətgah vardı Hələbdə. Məşhədül Hüseyn salamullahi aleyh deyirlər. Həmən o daşı zərihi vardı. Onun içində biz gedən hamısı görüb də, hətta Həzrətin qanının belə axan yerlərdə sanki hiss olunur. Bir pas şəklində elə bir o ağ şiyə pas tökülür. O cür qalmaqdaydı. İndi bilmirəm da indi hal-hazırda vəziyyət necədir. Həzrətin o başı qoyulan o məscid ki vardı, cami ki var vaxtı ikən xristianların kilsəsi olub sonradan məscidə çeviriblər və Həzrətin də başı yuyulan daş orada müqəddəs bir məzar kimi ziyarət olunur. Onun qəbrindən biraz aralıdaydı İbn Zöhrə, özü də Seyyid İbn Zöhrə də, özü Seyyiddir, Hələb Seyyidlərindəndir. Və deyir ki, həmən dövrdə, yəni 511-də dünyaya gəlib, 558-də dünyasını dəyişib, yəni 49 yaşat belə təxminən, yəni cavan vaxtında ölüb. Ən böyük alimlərimizdən biridir ki, fiqdə nəzərləri bəhs olunur. Vəl-Fəqihul Bari Əs-Seyyid Həmzət ibn Ali ibn Zöhrətil Hələbi. Müəllif kitab Ğuniyətin Nüzu ilə Elmeyl Üsulü vəl-Furu. Əl-Ğuniyə, qısal şəkildə Əl-Ğuniyə deyərlər də, Əl-Ğuniyənin sahibi. Və kitabı hada yaduru ala məhavir thəlasə. Bunun bu kitabı da 3 məhvərdən ibarətdir. Əl-Əqaid vəl-Məarif, Əl-Usulul Fiqh. Vəl-Furu. Deyir ki, 3 hissədən ibarət. Əqaid vəl-Məarif, yəni əqidə məsələləri, usul fiqh məsələləri və fiqh məsələləri, furu məsələsi. Və qəd tubi'al kitab muhaqqiqan fi müəssəsətil İmam Əs-Sadiq əleyhissalam fi cüz'əyn. Və nazir fi qismi usulul fiqh yara fihi təfəttuh vəl-izdihar bin-nisbəti ləma səbəqəhu. Əgər bir insan diqqətlə baxsa bunun kitabına görəcək ki, onun dövründə usul fiqh necə də inkişaf etmişmiş. 9-cu Sədiduddin Əl-Himsi. Hims də Suriyanın şəhərlərindən biridir. Oralıdır zahirən bu kişi. Yəni, o qədər çox kişiyə də məruf deyil, amma yəni, şeyx adını zikr edib, yəni yəqin ki, bir özünə görə səviyyəli alim olub ki, adını qeyd edirlər. Yəni, o cür, yəni, məsələn deyək, İbn Zöhrə kimi o cür məruf adam olmayıb. Huvə şeyx Sədiduddin Məhmud ibn Ali ibn Həsən el-Hums yazıb. Hums da deyil, Hims da deyil, Humsi. Ər-Razi və qəd sənnəfə kitabəhu Əl-Munqiz minət-Təqlid. Deyir ki, Əl-Munqiz minət-Təqlid və Əl-Murşid ilə-Təvhid kitabında 581-də Fil-Hillə Əl-Feyha ində munsərəfi min ziyarətil-Hərəmeyni bil-Hicaz. Deyir ki, Hicazdan ziyarət edib qaydan zaman Hillədə yazıb, yəni mümkündür Hicazdan Allah evin Peyğəmbərini ziyarət eləyəndən sonra gəlib İraqa, İraqdan Suriyaya qaydan zaman yolda sanki Hillədə yazıbdır. Qalə Muntəcəbuddin Ər-Razi Əş-Şeyxul İmam Sədiduddin Əllamət Zəmanihi fil-Usuliyyin Vəri'un Thiqatun öz zamanda usulçularından böyüklərindəndir, siqeydir, etibarlı alimidir. Və zəkərə müsənnəfati illəti minha əl-məsadir fi usulül fiqh. Həmən kişinin kitablarından biri olub, əl-məsadir fi usulül fiqh. Və təbyin və tənqih fi təhsini və təqbih. Və başqa bir kitabı da olub, ət-təbyin və tənqih, yəni araşdırma. Nəyimin araşdırması? Hüsnü qubh əqlinin araşdırılması. Gəldik çatdıq, əsas buradan başlayır, demək olar ki, usul fiqhin daha da inkişaf etmək mərhələsini. Nəcmuddin Əl-Hilli. Nəcmuddin Hilli, yəni həmən mühəqqiqil Hilli, sahibi şərai. Ki, hal-hazırda nə qədər risalələr görürüksə, müştehiddən risalələri, demək olar ki, hamısı bunun bərəkətindən, yəni şərail İslamın ibarələrinin dəyişdirilmiş formasıdır. Yəni 750 il bundan qabaq, indi neçənci ildir biz? 1447-dir, o kişi də rəhmətə gedib 676-da neçə, 750 il zad bundan qabaq. Şərail İslamı yazandan sonra demək olar ki, yavaş-yavaş fiqhi kitablarımızın dili, üslubu hamısı demək olar ki, bu kişinin kitabının üzərindədir. Nəcmuddin el-Hilli, yəni həmən mühəqqiq Hilli sahibi şərail, Şərail İslamın sahibi. Əllamə Hillinin də dayısıdır. Huvə Nəcmuddin Cəfər ibn el-Həsən ibn Əbi Zəkəriyyə Əl-Həzəli də Hüzəli nədir? Əl-Hilli, yəni həmən bu Hillədəndir. Hillə ki, Nəcəfdən bir 60 kilometr Bağdad istiqamətində bir şəhərdir. Və
Əli əleyhissalam da rivayətlərində gəlib ki, Əli əleyhissalam səhv etmirəmsə Siffeyndən ya Nəhrivandan qayıdan zaman o yerlərdən keçəndə baxır belə baxırdı ki, Mədinətun əyyi Mədinə. Ravi deyir ki, ağa o qamışlıqdan başqa bir şey görmürəm orada. Nə Mədinə? Burada qədimdə bir Mədinə varmış ki, sən onu xatırladın. Deyir, yox. Bəni Əsəddən bir nəfər burada bir şəhər salacaq. İmamdan neçə il sonra olur, Bəni Əsəddən bir kişi qalacaq, nə bilim, minlərlə insanlar oradan cənnətdən soru-sualsız girəcəklər, başlayır vəsf eləməyə. Doğrudan da Əleyhisselamdan 200 il sonra, 300 il sonra olur. Həmin o qamışlıq yerində o böyük bir şəhər salır. Həmin o Hillə şəhəri, böyük alimlərimiz, Əllamə Hillilər, nə bilim, Seyd ibn Tavuslar, nə bilim, İbn Davudlar, nə bilim, kimlər. Doğrudan da sözün həqiqətən Əleyhisselam möcüzələrindən biridir. Ravi deyib, baxdı, qamışlığa baxdı ki, Mədinətun əyyi Mədinə. Ağa, nə Mədinə? Burada qədimdə şəhər deyil, yox. Burada şəhər salınacaq, oradan mənim şiyələrim bərk gedənlərdə belə çıxacaqlar, nə edəcəklər? Xülasə, bu da həmən o şəhərdəndir. Mühəqqiq Hilli də həmən Hillə şəhərindəndir. Filankəs, nə bilim, adı filankəs Cəfər ibn Həsən ibn Əbi Zəkəriyyə Əl-Həzəriyyə Hilli Əl-Mükənna bi Əbil Qasim Əl-Müləqqəb bi Nəcmiddin və Müştəhər bil Muhəqqiq ən məşhur ləqəbi Muhəqqiq Əl-Əvvəldir. Muhəqqiq Sani kimdir? Camil Məqasid Muhəqqiq Kərəki. Muhəqqiq Əvvəl deyəndə, yəni həmən bu şərainin sahibi. Muhəqqiq Sani deyəndə Camil Mədarikinin sahibi ki, Camil Məqasidin sahibi ki, həmən o Şah Təhmasib ki, apardı Ərdəbildə hökumət böyük alimi oldu, həmən şəxs. O Muhəqqiq Sanidir. Bu isə Muhəqqiq Əvvəl deyirlər. Qalə İbn Davud fi ricalihim. Cəfər ibn Həsən, Əl-Muhəqqiq Əl-Müdəqqiq, Əl-İmam Əl-Allamə, Vahid-u Əsri, kana əlsənə əhli zamanihim. Alim, müdəqqiq, mühəqqiq, sayır. Əllamə öz zamanəsinin ən böyük alimi. Sonra ki, və kana əlsənə əhli zamanih. Öz zamanəsinin ən yaxşı danışan, əlsən, yəni elə danışırdı, məsələn, Allah rəhmət eləsin, Seyyid Həsən Nəsrullah o əlsən kişilərdən biri idi. Saatlarla danışırdı, hətta düşmən də belə onu danışmaqdan yorulmurdu. O qədər bəlağətli, fəsaq, o qədər gözəl cümlələr qondu, əlsən, yəni lisanı çox iti idi. O da bir neymətdir, bacarıqdır ki, Allah Teala bəzi bəndələrinə verir. Mümkündür biri müştəhiddir, elə danışa bilmir. Mümkündür biri avam adam elə qəşəng danışır. Yəni demək istəyir ki, alimliyindən əlavə gözəl nitq qabiliyyəti vardı. Həddən artıq gözəl nitq qabiliyyəti vardı. Və əqvamihim bil hüccəni, hüccət zamanında bir nəfərlə debata girəndə ən yaxşı o nəticə ilə çıxardı. Yəni həddən artıq çox hüccəti qəvi idi. Və əsrahum istihdar, yəni hazır cavabıdır. Həddən artıq hazır. Yəni kimsə bəhs eləyəndə ondan bəhs elə bilmirdi. Qara'tu aleyhi və Rabbani sagirən və kana lahu aleyyə ihsanun azim. İbn Davud deyir ki, bir sıra dərsləri onun məhzərində oxudum. Mən uşaqlıqdan balası kimi böyükdür, Rabbani sagirən və mənim boynumda böyük atalıq haqqı var, müəllimlik haqqı var. Və zəkərə min təalifi Əl-Məaric fi usulil fiqh. Məşhur kitablarından birində hal-hazırda vardı. Əl-Məaric fi usulil fiqh kitabı Mühəqqiq Hillinin kitabıdır. Və qad tubi'a qeyru mərrətin, çoxlu çapları vardı və in kana sagirəl həcm lakinnehu kəsirəl mə'na. Şənu kulli ma cadet bihi qarihatuhu fi aləmit təlif. Deyir ki, baxmayaraq ki, həcmi balacadır, amma digər təliflərində olduğu kimi cud eləyibdi. Onun demək, mühəqqiqin o qarihəsi ki vardı, o lütf ki eləyib elm sahəsində, orada da özünü göstəribdi. Fəhada kitab-ı Şərail İslam əkəfə aleyhi ulema fi cəmiyil əsar. Başqa bir kitabı ki, ən məruf kitabı Şərail İslamdır ki, tarix boyu özündən sonra bu 750 ildə bütün alimlərimiz onun üzərində hükuf eləyiblər. Onu məşğul olublar, onu oxumağa, araşdırmağa. Və kətəbu aleyhi şuruhən və təaliq və qad tubi'a fi İran və Lübnan. Çoxlu şərhlər yazıblar, çoxlu izahlar eləyiblər, üzərində bəzi xariclər deyiblər və ilaxır və səbə. Qalə fi əyyan işyə və min kutubihim nəhcül vüsul ilə mərifəti ilmil usul. Seyyid Möhsin Əmin nə deyir? Deyir ki, əyyan işyədə Seyyid Möhsin Əmin deyir ki, başqa bir kitabı da vardı. Nəhcül vüsul ilə mərifəti ilmil usul. Deməli, onda bizim əlimizdə olan məruf kitabı Əl-Məaricdə başqa bir dənə usul kitabı olubdur ki, Nəhcül vüsul adında. 11-ci Əl-Əllamətul Hilli Rədvanullahi aleyh mərufdur həmən ki. Yəni şiəni iki nəfərə nisbət vermək olar son əsrlərdə, yəni son 700-800 ildə. Biri Əllamə Hillidir, biri də Əllamə Məclisi. Biri üsulçuların belə deyək başıdır, biri də ki əxbarilərin başıdır. Bu iki nəfərə şiəni nisbət vermək olar. Şiənin əxbarilərinin başını seçsək, Əllamə Məclisi çıxacaq. Üsulçuların başını seçsək kim çıxacaq? Əllamə Hilli. Ona görə də Şeyx Əstarabadi Əllamədən belə deyildi, o pis söz kimi də belə nəql edir. Deyir ki, Əllamənin
doğuluşu İslamda da iki dənə faciə baş verdi. Biri Kərbəla müsibəti, bir də Əllamənin doğulmağı. Əllamənin doğuluşu da Kərbəla müsibəti kimi şey müsibət gətirdi. Yəni nədir? Üsulun əsasını qoydu, nə bilim, hədisi parça-parça elədi, hədisi darmadağın elədi, nə elədi, xülasə. Bu da onun baxışıdır. Əleyhimə əleyh. Allahdan rəhmət Allah rəhmət eləsin. Başqa şey də ki, özü bilər, neyinir? Özü bilər, özü eləsin. Xülasə. Həmən ki, bu əxbarilər kimdir? O delirlər. Demək olar ki, əsasən onun kitabları üzərində böyüdülər, boya çatdılar, başa çatdılar və çox təəssüflər olsun ki, yəni Şiənin ədəbiyyatında, alim ədəbiyyatında həmişə nəqd olub, amma söyüş, təhqir demək olar ki, olmuyor. Bunlarda isə söyüş dilləri çox uzun, əxbarilər. İstər biraz köhnələr olsun, istər indikilər olsun. Çıx YouTube-a gir, elə pis-pis söyüş söyürlər. Tək-tük üsulçu görərsən ki, məsələn, nalayiq söyüş söysün. Əxbarlar, bizim əxbarlar niyə söyürük ki? Ən uzaq məsələn, ta ki, deyəcəm ki, məsələn fərzən, deyərəm ki, Allah onu məsələn deyək, bağışlamasın. Amma nalayiq söyüş söymək, adətən üsulçular bunu eləməzlər. Əxbarlar isə pis-pis söyüşlər. Yox, hələ özümüzü söyürlər. Nə ki? Ta ki, məsələnin, hə? Özümüz için söyəndə əhl-i sünnə sonra vecinə qoyun, əhl-i sünnə nə vecinədir? Özümüz için söyür. Pis-pis söyüşlərlə. Yəni, məsələn, fərzən deyək, pozğun qadınlar pis vəziyyətə düşəndə, belə də küçə fahişəsində, ərəblər də ahirə. Bəzi üsulçuların vəsf eləndir ki, əbnaul əvafir, əvahir. Yəni, fahişə uşaqları. Yəni, elə təsəvvür eləcəkdən ki, neçə dənə müqəddəs insanı tapsın, bir də başına bəlkə müqəddəs Ərdəbilə çıxacaq. Müqəddəs Ərdəbili necə təhqir eləyirlər? Yəni, müqəddəs Ərdəbil kimi bir kişi ki, təqvanın rəmzi olub, elə pis sözlər deyirlər. Yəni, çox təəssüflər olsun, yəni əxbarilik dili, çox, yenə deyirəm, müqəddəs alimlərimiz də olub. Şeyx Abbas Qumlunun ayağının altını öpməyə hamı hazırdır. O da əxbari idi. Amma ədəbi vardı, ərkanı vardı. Allahın məclisi əxbari idi, ədəbli idi, ərkanlı idi. Hər dəfə şəhid əvvəldən danışır, necə ehtiramla danışır, üsulçular necə ehtiramla danışır. İndikilər yox. Yəni, belə deyək də, o Əstərabadi təriqəsində olanlar sanki nədir, dilləri uzundur alimlərə qarşı. İndi Əstərabadi söyüş söyməsə də, axır o bünövrəsini o qoydu, dalıcanda yavaş-yavaş söyüş mənbəyinə çevirdilər. Elə pis-pis söyüşlərlə söyürlər, yəni. Ki, bunlar dinlərin Şafiidən götürüblər, adın Şiə dini qoyublar, nə bilim, bunlar Nasibilərdən şey göndürür. Ağzına gəldi, ağına, bozuna baxmadan huzur, hamısını ittihamlar. Hədə görə Şeyx Tusi Şafiidən üsulü götürdü, adın Şiə qoydu. Siz Nasibilərin dinin üstündə, Əhl-i Beytin dinin üzərində döyürsünüz. Amma bu nə üçün oxudum? Oxudum ki, biləsiniz ki, Şeyx Tusidən qabaq 200 il qabaq imamların dövründə balaca-balaca üsul kitabları vardı. Bu cür formalaşmasa da axırı hər şey yavaş-yavaş inkişaf eləyirdi. Şeylər var idi, o sözlər var idi. Şeyx Tusi də yavaş-yavaş inkişaf elətdirdi və heç bir problem yoxdur əgər bir haqq söz, laf düşmənin tərəfində haqq sözsə, Əli Rəssamdan da digər məsumdandır ki, Əl-hikmətu dallətul mümin, həythuma vəcədəhə əxəzəhə. Hikmət müminin itirdiyidir, harda tapsa oradan götürəcək, nə dəxli var? Peyğəmbər deyir ki, utulub elmə və la fissin. Çində də olsa elm öyrənin. Ta ki, Şafiinin sözündə bir yaxşı söz var. Və Əhl-i Beytin kəlamına zidd deyil. Nə olar Şafiidən götürəndə? İndi sən, tutaq ki, məsələn, əxbariyə hər hansı bir şəxs. Tutaq ki, məsələn, deyək, kürün həcmini hesablayırsan. Kürün həcmini hesablanmağı bizə Yunanlar öyrədiblər. Evkilit həndəsəsində kvadratı bu cür hesablayırsan, dairə qabı bu cür. Deyəndə onda hesablamada kürün miqdarı ki, məsələn, bu bakı nə qədər ki, onun əslən Yunanlar qoyub, məsələn, evkilit həndəsəsinin qanunudur. Deyirsən onu. Nə dəxli var ki? Evkilit bir alim idi, qanun düzəldib ki, bundan qabı hesablayırlar. İndi tutaq ki, məsələn fərzən, lap deyək, Şafii bir qanun düzəltmişdi ki, höccəti zuhur höccətdir, xəbəri vahid höccətdir, məsələn. Əgər görəndə ki, bu yaxşı şeydir, istifadə eləməlidir, niyə onu mən kənara atım? Əgərsə istifadə eləməlidir və Əhl-i Beyt əleyhissalam ona qarşı çıxmayıblarsa, ona görə çox təəssüflər olsun ki, yəni bəzi hallarda onların əxbarilərin məzhəbə gətirir. Demirəm, üsulçular nə deyib, düz deyib, qəsdim o deyil. Üsulçu da bir insan da, alimdir, səhvi də var, düzü də var. Amma əgərsə üsulçular
20-30% əgər fərzən Əhl-i Beyt məzhəbinə zərər vurubsa, olar ki 60-70% olur. El-Allame el-Hilli rıdvanullahi aleyh. El-Hasan ibn Yusuf el-Mutahhir el-Hilli. Bil-Allame el-Hilli ki məruf adı Allame Hillidir. Adı da Hasan ibn Yusuf'dir. Və huve ganiyyun anit-tarif. Allamen tanımayan yoxdur hövzələrdən. Bər'a fil-ma'quli vel-menqul. Həm əqli və həm nəqli fənlərdə tay bərabəri yox idi. Şimdi belə deyək, yəni mümkündür. Yeganə insan ki, lüğəti mənası ilə, lüğəti mənası, ona ayətullah deyiblər, budur. İndi yerindən durana ayətullah deyirlər. İstilahi məna deyil, müştehid mənasından. Buna isə lüğəti mənası ilə ayətullah deyirlər, Allahın möcüzəsi. Bir insan ki, 12-13 yaşında zəmanəsinin heç bir alimi ondan artıq qabaq-qabağa gələ bilmirdi. Amma gözləyirdi ki, 2 il açan keçəcək ki, həddi buluq olacaq, onu biz təqlid ediləyək. Allah bir ucubədə, Allah nə üçün verir, niyə verir, özü bilir ki, mən nə verir. Yəni, qeyri-adi bir zəka, hər sahədəki qələm fırladıb, hamıdan müvəffəq çıxıb, bu insan belə kitabı harada yazıb, nə qədər vaxt tapıb, necə vaxt tapıb, Pərverdigara kitablarının sayını hesabını oxumalıdır. Belə kitabı harada yazdı, necə dərs dedi. Özdə uzun da 90 zat da yaşamıyor. 60 il neçə il ya, dövrdə yaşayıb. Yəni, elə uzun yaşayan da adam olmayıb. Neçənci ildə, neçənci ilə. 48-dən 26 nə qədər eləyir? 50 də son oradan, 52, o da 26. 52, 26, 70, 74. 78 ne? 2 de oradan vardı da. Yo. 50 o da 20, 70 o da 78 yaş. 78 yaş. Yaşda da çatmıyor, bu kadar işler yaradı. Hatta bir maraqlı bir hadisə nəql eləyirlər. Deyir ki, dayısı, yəni mühəkkik ildə sahibi şərai gedir İmam Hüseyin Aleyhisselamın ziyarətinə. İndi bir həftə çəkir, nə qədər çəkir, onu da ateşçi ilə gedirmişlər də. Qayıdıb gəlir. Hər gün taşıd indi hansı məsciddə imam durmuş deyən mənim dayısı. Görməsən, deməsən 2 gündür gəlmişəm, nə ziyarətimə gəlmədi qayıdan sonra, nə də namazda iştirak eləmir. Bacısı oğlu da, yəni Allame Hilli dalında namaz qılmır. Deyir, gedin çağırın elə, Həsəni gəlsin yanıma. Çağırırlar, ay bala, 2 gün məsələn gəlmişəm, dalımda namaz qılmırsan. Niyə? Deyir, çünki ədalətimdə işqalım var mənim. Deyir, niyə? Nə eləmişəm ədalətimdə işqalım var? Deyir ki, dərs vacibdir, ziyarət müstəhəb. Müstəhəbbə görsən vacibi tərk elədin, ona görə ədalətimdə işqalım var sən. Dayısı ondan zirək çıxır. Əlin salır cibinə, deyir ki, çıxardır. Deyir, bildim ki, mənə bu işqal eləyəcəksə, ona görə atın üstündəymiş, dəvənin üstünə gedə-gələni qayda-qayda Muxtəsərun Nafiyən zahirən orada yazdım. Elə bu səfər əsnasında yazdım. Biləsən ki, elmi tərk eləmədim. Ziyarətimi də elədim. Elm də gətirmişəm. Xülasə yəni, dayı bala ikisi də öz zəmanəsinin ən böyük alimləri olublar. Allah rəhmət eləsin. Bizim ustadlardan biri deyir ki, şəhid əvvəl Şeyx Samir Beyt deyirdi. Bilməm nə dərəcə doğrudur, onun dediyindən nəqli. Cəbəl Amildən, Livandan. Eşidir ki, Allame Hilli deyilən Hasan ibn Yusuf el-Mutahhir. Bizim də Allame Hilli o dördə nədir? Şeyx Hasan ibn Yusuf Allame Hilli, İbn el-Mutahhir deyərli odur. İbn el-Mutahhir adında bir nəfər otel yerdə Nəcəfdə qırğın eləyən dəhşət bir alimdir. Nəysə durur Cəbəl Amildən, o özüm o ki, səviyyəli bir alim idi. Gəlir, bir dərs oturur dərsində, hansı məsciddə dərs deyir, ya hərəmdə dərs deyirdi Allame Hilli. Görür doğrudan deyiləndən də yuxarıda. Şəhid əvvəlin cavan vaxtıdır. Məsələn, fərzən deyək ki, 20-25 yaşlarındadır. Bunda məsələn, deyək, ömrünün axır vaxtıdır. Görür, deyiləndən də yuxarıdır. Yaxınlaşır, salam, əleyk, salam, tanış olurlar. Deyək ki, ustad, gəlmişəm məhzə özdən istifadə eləməm, amma icazə versəydi gedərdim. Kazım Beyni, Samiyadanı ziyarət eləyərdim. Ondan sonra bir dəfəli gələrdim dərsə. Deyir, eybi yox. Nəsə tanış olurlar, sağollaşır, şəhid əvvəl çıxır gedir. İndi o dövrdə Samira gedib gəlməndə bir ay çəkirdi, atıyla, eşşəklə, nə qədər çəkirdi. Qayıdıb deyir, Nəcəfə gələndə görür ki, Nəcəf dəyibir. Nədir? Allame Hilli ölüb aparırlar bastırmağa. Cəmi bir gün dərsində oturur. Nəsib olmur dərsində oturur. Bir dənə elə birinci tanışlıq dərsində oturur. Ondan sonra deyir ki, oğlu ki, atasından sonra çıxır minbərə Fəxrul Muhəqqiqin, Fəxrin tələbəsi olur. Allame cəmi bir dəfə görür. Belə deyir, nə dərəcə doğru deyəm mən, ustad nəqli. Allah hamısına rəhmət eləsin.
Neyse el-Allametul Hilli Rıdvanullahi ile el-Hasan ibn Yusuf el-Mutahhir el-ma'ruf bil-Allame el-Hilli ve huve ganiyyun anit-ta'rif ber'a fil-ma'qul vel-manqul. Aqli ve naqli fənlərdə hamını ötüb keçmişdi və təqəddəm aləl-ulama el-fuhul. Və huve fi asr siba uşaqlığında belə hamını ötüb keçmişdi. Yəni o fəhillər ki vardı, o nəhənglər hamısını dalda qoydu körpəliyi ilə belə. Əxəzə an fəqih əl-beyt Əş-Şeyx Necmuddin Əbül-Qasim Cəfər ibn Həsən, yəni dayısından əxsiləri xaləhu ve min Əbi Sədiduddin ibn Yusuf ibn Mutahhir el-Hilli atasından dərs almışdı və əxəzə el-ulum el-əqliyə ən Nəsiruddin Tusi və qeyruhu və əqliyyatı da kimdən öyrənmişdi? Xacə Nəsrəddin Tusidən. Allamə Hilli ustadların sayında deyir ki, mən belə bir ustad görməmişdim. Xacə əlavə bir dənə ehtiramı vardı. Xacə Nəsrəddin Tusi Allamə Hillinin belə deyək də formalaşmasında xüsusi bir rol oynayıb. İndi ki, çoxlu alimlərdən istifadə elədim. Xacə Nəsrəddin Tusi heç birisi çatmaz. Hətta bəzilər belə deyirlər, mən onu sübut eləyə bilmədim, axtardım, sabit eləyə bilmədim. Bəzilər dedi ki, güya əqliyyatda minbərə çıxırdı Xacə, Əllamə otururdu yerdə, onun tələbəsi olurdu əqli fənlərdə, fəlsəfədə, riyaziyyatda, astronomiyada, bu cür şeylərdə, məntiqdə. Elə ki, üsul fiqh, hədis olurdu, Əllamə çıxırdı, Xacə onun dərsində otururdu. Amma gördüm ki, yaş dövrünə necə tuş gəlmir, inanmıram, yəni məsələn belə Xacə nəsə o yaşında artıq tələbə olsun. Çünki Xacənin ömrünün axır vaxtları idi belə deyək. 70 yaşına gəlib məsələn müşteri gəlsin 30 yaşında məsələn 20 yaşında bir uşağın dərsində otursun, biraz gülünc gələrdi. Adi adam üçün olan müşteri üçün biraz Allahu aləm, xülasə yəni mən sübut eləyə bilmədim ki, onun əksin. Amma Əllamə özü etiraf edir ki, mən belə bir ustad görmədim. Yəni Xacə Nəsrəddin Tusi fövqəladə bir şəxsidir ki, çox istifadə elədim ondan. وقد ألف في غير واحد من الموضوعات النقلية والعقلية كما ألف في أصول الفقه تصانيف عديدة ذكر السيد الأمين في أعيان her sahədə yazıbdı. Əqliyyatda, nəqliyyatda, fiqhdə, üsulda, nə bilim, fəlsəfədə, məntiqdə o şey yoxdur ki, demək olar ki, Allamə Hilli orada yazı yazmasın. Seyyid Muhsin Əmin Rıdvanullahi ilə Əyan şiəsində deyir ki, bir şeylər yazıbdı. Nuşiru iləyha. Ən-Nukatil Bədiyə fi Təhriri Zəriyə lis-Seyyid Murtəza. Seyyid Murtəzanın ki, Əz-Zəriyə kitabı vardı, onun bədii nöqtələrini çıxardı, bu incə nöqtələri. Gayetül Usul fi İzahi Subul fi Şərhi Muxtəsəri Muntəhəl Usul İbn Hacib. İbn Hacibin Usul kitabından belə şərh və izahını yazıb da belə deyək. İbn Hacib də ən böyük usul, sünni usulçularındandır. Məbadil Usul Elmül Usul mətbuun fi Zeyli Məaricil Muhakkik. Dayısının kitabındakı o Məaricül Usulunu yazıb Məbadil Usul. Onun belə deyək də müqabilində, onun yanında ikisi bir yerdə çap olublar zahirən. Dayısının kitabı yuxarıda olub, aşağıda öz təliqələrini yazıb. Dördüncü, Nihayetül Vusul Elmül Usul fi ərbəti əcza. Təhzibül Vusul fi Elmül Usul. Sənnəfə bismi vələdihi Fəxrüddin və huvə mətbu. Oğlu üçün yazıldı, onun adına yazıbdı. Və qəd kətəbə aleyh şuruhun və taliq məzkurə fi Əyan şiədi. Əyan şiədi onun qeyd edilib və kimlərsə ona təliqdə yazıb, onları da işarə edilibdir. 12-ci, Əmiduddin Əl-A'raci. Abdülmuttalib İbni Əbil Fəvaris İbni Muhammed İbni Ali'l A'raci Hüseyni İbni Uxtil Allamə Hilli. Bu da ki, Allamə Hillinin bacısı oğludur. Və səfəhu şəhid-i əvvəl bi qavli Əs-Seyyidul İmam Fəqih Əhlil Beyt Əleyhissalam fi zamanihi. Şəhid əvvəldir ki, çünki şəhid əvvəl bunları taytuş olurdu o hesabından. Çünki Fəxrül Muhəqqiqin tələbəsidirsə, Allaməndə nəvəsi ilə taytuş olurlar təxminən belə, yəni ya bundan biraz yaşlı olur. Xülasədə şəhid əvvəldir ki, öz zamanəsində ən böyük Əhl-i Beyt fəqihlərindəndir. Əmidul Haqqı və Din Əbu Abdullah Abdülmuttalib ibn Əl-A'racil Hüseyni. Zahirən bu A'racilər adətən Seyid olurlar. Elə bilirəm ki, bu Seyid olar. Böyük ehtimal ki. Çünki burada indi hal-hazırda A'racilərin böyük qismi Seyidlərlə, o nəsildəki Seyid olmalıdır. Kəma vəsəfəhu qeyruhu bi qavlihi Durrətül Fəxri və Fəridud Dəhr. Zəmanəsinin təki idi, fəxri idi, nə bilim, nə idi, durrəsi, durrə, yəni o parla o daşqaşda onunla. Mevlana İmam Ər-Rabbani və huvə İbn Uxtil Allamə Hilli. Allamə Hillinin bacısı oğluydu. Və qəd əlləfə kütübən kəsirə fil fiqhi və qeyri. Fiqhdə də digərlərində çoxlu kitablar yazıb. Kəmə əlləfə fi usulül fiqh kitabəhu Munyatul Labib fi Şərhi Təhzib. Zahirən orada İbn Hacibin bəlkə də kitabına şərhdir. Təhzibin şərhində ağıllıların arzu etdiyi şey Munyəsi. Li xalihi Əl-Allamə Hilli. Və qəd fərəğə minhu fi Əl-Xamis Əşər min Rəcəb sənət 747 kitabın təhlifindən qutarıbdı. Bunu da oxuyum qalaq Fəxrül Muhəqqində. Ziyauddin el-A'raci huvə Seyyid Ziyauddin Abdullah ibn Əbil Fəvaris ibn Uxtil Allamə el-Hilli fəqəd şərə kitabə təhzibil usul li xalihi. Bu da ki, onun o bir bacısı oldu. O da dayısının Təhzibül Usulun şərhi adını qoyub Ən-Nuqul fi Təhzibil Usul və qamə
Şəhid bilcəm beynə şərheyni və əsmahü camiül beyni əl-cami beynə şərheyl əxəveyn. Deyir ki, şəhid əvvəl durub gəlib bu iki qardaşın dayılarının kitabında olan şərhin cəməyib adını qoyub əl-camiül beyn əl-cami beynə şərheyl əxəveyn. Qədimki alimlərin kitabları da belə şirin olurdu adları. İndikilər ad da qoyanda belə yapışmır. Camiül beyn əl-cami beynə şərheyl əxəveyn. İki bacısı oğlu, hər ikisi dayısının kitabına şərh yazıb, Əllamə Hillin kitabına. Görüb bu iki qardaşın kitablarını cəm eləyib şəhid əvvəl oradan bir dənə ortaya bir şərh çıxardıbdı. Onun adını qoyub ki, Camiül Beyn adında üsul elmində bir dənə kitab toplayıbdı. Fəxrül Muhaqqiqin yəti inşallah. Elhamdülillah Rabbil aləmin və sallallahu alə seyyidina və nəbiyina Muhammedin və alihi tahirin.